Hə dostlar, sizcə bu gözəl mənzərəli yol bizi hara aparır? Bura sadəcə gözəl təbiət deyil, Fransanın ən güclü qoyunçuluq bölgələrindən biridir. Həm də adi yer deyil, bura Fransa ilə İspaniyanın sərhədində yerləşən Baskların yaşadığı ərazidir. Rəsmi olaraq Fransa torpağıdır, amma burada yaşayanlar tam fərqli millətdir. Qısa da 20-30 saniyə baxarsan da bir buramısına. İndi eləsi olar ki, məsəl üçün yaxşı çıxmış yerlər olar, kəsib qoyarsan. Dostlar, ən maraqlısı burada həyat demək olar ki, tam qoyunçuluq üzərində qurulub. İnək fermaları da var, amma əsas üstünlük qoyunçuluqdadır. Süd, pendir istehsalı, hətta acı biberləri ilə də dünyada tanınır. Diqqətlə baxın, yol boyu hara baxsanız qoyun sürüləri görəcəksiniz. Hələ fermalara çatmamış, burada səviyyə artıq özünü göstərir. Amma əsas maraqlı hissə qabaqdadır. Görək bu fermaların içində nə baş verir və biz bura necə girəcəyik. Artıq qoyun sürüləri görünməyə başlayır. Burada yaşayanlar fransızca danışdıqlarına baxmayaraq tam fərqli millətdilər. Öz dilləri, öz mədəniyyətləri, hətta öz bayraqları da var. Yazıları da fərqlidir. Onu deyim ki, çox işlək bir millətdilər. Demək olar ki, həyatları da sırf kənd təsərrüfatı üzərindən qurulub. Həkim işləyən birinin də belə mütləq həyatında heyvan var. İndi görək biz necə edəcəyik, bizi fermaya buraxsınlar. Çəkiliş edək, bu barədə çox qəliz bir millətdilər, amma biz də boş deyilik. Bir yol fikirləşmişik. Görək, hansında satılıq quzu varsa alıb kəsmək, həmən müddətdə də bir şeylər çəkə bilərik. Fransa köyləri. Aha, demək olar ki, tapdım. Amma hələ ki videonu dayandıracağım. İçəri keçək, danışaq, bir yolunu tapıb çəkəcəm. Artıq fermanın həyətindəyik. Quzumuz gələnə kimi gizli bir çəkiliş. Gəlsin quzu, yəqin ki bir dil tapıb icazə alarıq. İlk dəqiqədən mübahisəmiz düşdü. Bizə makinada kəsməyi, dərini də hava ilə şişirdib çıxartmağı söylədi. Biz isə müsəlman adəti ilə kəsib soymağı istədik deyə belə bir şəraitsiz yer göstərdi bizə. Nəysə ki, sonunda razılaşdıq. Bacaoğlu quzunu soyan vaxtı biraz istifadə edib ətrafı çəkdim. Uzun bir söhbətdən sonra ferma sahibini bir təhər razı salıb qoyunları çəkiliş etdik. Düzdür, bizi yaxına buraxmadı. Güya itləri bəhanə etdi, itlər sizi yeyər, özüm çəkəcəm, nə edək çarəsiz razılaşdıq. Budur, 26 yaşında gənc bir oğlan, sadəcə bir anası, bir özü ilə bu 1000 başa yaxın qoyuna baxır. Sistemi elə qurublar ki, deyir, mən günümün yarısını belə işləmirəm. Amma onu qeyd edim ki, fermada olmayan texnika yoxdur. Düzdür, nə özünü çəkməmizə izin verdi, nə fermanın içinə buraxdı, nə sağım yerini göstərdi, amma yenə də sağ olsun, bütün suallarımızı cavablandırdı. Deməli, belə, bunlar qoyundan necə qazanır? Bu qoyunlar südlük cinsdir. İldə sadəcə bir doğum edirlər. 7-8 ayda sağırlar. Qazanç demək olar ki, süd üzərindən qurulub. Quzu 35 gün tamamında bir İspan ət şirkəti ilə müqavilə var, gəlib yığıb aparır. Yəni, bu bizə verdiyi quzu da o doğumu biraz gecikən qoyunlardan biridir ki, deyir, 10 dənə var, belə pərakəndə verirəm. 10 quzu üçün şirkət gələn deyil.
100 hektara yaxın şəxsi torpaqları 5 hektar olaraq çəpərlənib, qoyunlar buraxılıb ora. Sonra öz işində, gücündə. Bir də onu qeyd edim ki, bu bölgədə gördüklərim hamısı belə varlıqlı insanlardır. Bizdəki kimi 5-10 qoyun dolanışıq üçün yox. Yəni belə deyim də 1000 qoyun varsa 100 milyonluq bir sistemin içindədir. Elə başqa şey demirəm. 100 hektar ərazini pula hesablasaq, bu bölgədə hər hektara az qala 1 milyon edə, yəni özün hesab elə. Nəysə dostlar, ərazi demişkən, mən arada imkan edib fermanın arxasındakı otlaq sahəsində çəkmişdim. Birbaşa səsləndiməklə. Onu da sona əlavə edəcəyəm. Baxarsınız. Deməli dostlar, sizə dediyim o həmişə yaşıl otlaq sahələri, bu bir fermanın həyətidir Fransada. Dediyim kimi, bax, o keçən videoda dediyim kimi qırağı tel setka ilə çəpərlənir. Otda baxın, göstərim sizə. Burada yonca deyilən bir şey yoxdur. Bax, gördünüz, burada mənim tanıdığım bir iki regrasdır. Ondan sonra o çovdar otu deyirik. Odur. Görürsünüz. Ümumiyyətcə mən burada yonca sahəsi görmədim. Qarışıq belə otlardan da əkirlər. Düzdür, burada yağışlar da çoxdur. Amma yəni bu bitkiləri biz də eləyə bilərik. Görürsünüz, bax, asarlanmış. Qarşıda görürsünüz, qoyunlar otlayır. Bir bölgəni otlayıb bitirdikdən sonra o belə əraziyə keçirirlər. Hamısı fermanın həyətində. Başqa bir otlaq yerə götürmək yox. Öz həyətlərindəcə fermanın həyətində belə kəsirlər ara kəsmələrlə. Həmişə də yaşıl olur. Bax, bu otlar yay, qış davamlı belə olur.